Esselamu Aleyküm və Rəhmətullahi və Barakatuhu, əziz müsəlman bacı və qardaşlarım. Bu gördüyünüz Həmzə balamızdır. Uşaq 4 aylıqdır. Dünyaya gəldiyi 4 ay olmasına baxmayaraq artıq bir əməliyyat da keçirib. Təəssüflər olsun ki, həmin əməliyyatdan sonra balanın vəziyyəti daha da pisləşib. Uşaqda beyin yuvası genişlənməsi, beyində su yığılması, gözlərində problem və genital bölgəsində də problemlər var. Və təcili gərəkən müalicə, müayinələr və əməliyyat olunmasa, çox böyük fəsadlar törənə bilər, Allah qorusun. Ailə əlindən gələni etməyə çalışır, amma bu andan etibarən müsəlman bacı qardaşlarının yardımına ehtiyacları var. Unutmayaq ki, axirətimizi qazanmaq üçün bu bizim üçün də bir fürsətdir. Əlimizdən gələni əsirgəməyək qardaşlar. Şəhərə gediş-gəliş, təhlillər, MRT, müalicə, müayinələr və əməliyyat təxmini 5000 manat kimi bir vəsaitə ehtiyacı var. Ailənin 1300 manatı var. Toplanması gərəkən məbləğ 3700 manat. Uşağın ailə üzvlərinin əlaqə nömrəsi, elana cavabdeh şəxsin əlaqə nömrəsi və kart hesabı videonun şərh bölməsində bildiriləcək. Və məbləğ yığıldıqda izləyicilərə video hesabat da veriləcək. Rəbbim malınıza bərəkət versin. Esselamu Aleyküm və Rəhmətullahi və Barakatuhu.